2009-cu ilin aprel ayının 30-u sıradan bir gün kimi başlamışdı. Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri dərsə tələsirdi. Bəziləri imtahana hazırlaşırdı, bəziləri isə sadəcə dostları ilə görüşməyə. Neft Akademiyasının tələbələri o gün adi bir cümə axşamı yaşadıklarını düşünürdülər. Ancaq həmin gün tarixə adına terroru kimi düşəcək və Azərbaycanın yaddaşında qanlı izlər buraxacaq bir faciəyə çevrildi. Bu müstəqil Azərbaycan tarixində baş vermiş ən qanlı təhsil müəssisəsi qətliamı idi. Saatlar 8:50-ni göstərirdi. Akademiyanın qarşısında sıxlıq idi. Bəzi gənclər bir-biri ilə zarafatlaşır, bəziləri isə dərsə tələsirdilər. Binanın içində isə artıq dərs başlamışdı. Tələbələrin yarısı dərsdə idilər, bəziləri isə hələ də girməmişdilər. Kənardan baxan biri üçün hər şey qaydasında görünə bilərdi. Ancaq saat 9:30 radələrində bu normallıq qəfil pozuldu. Qara gödəkcəli, sakit və soyuq baxışlı bir adam əsas giriş qapısından içəriyə daxil oldu. Əlində çanta var idi. Akademiyanın təhlükəsizlik sistemi çox sadə idi. Heç kim onu sorğu-sual etmədi. Əlini çantasına atıb çıxardığı Makarov tipli tapancası ilə ani olaraq ətrafındakı insanlara atəş açmağa başladı. İlk güllə foyedəki bir tələbəyə tuş gəldi. İkinci mərtəbəyə qalxdı. Orada daha çox tələbə var idi. İnsanlar çaşqınlıq içində sağa-sola qaçırdılar. Qapılar bağlanmağa cəhd edilirdi. Pəncərədən tullanmağa çalışanlar var idi. Kimsə deyirdi, partlayış olub. Başqası binada silahlı var deyirdi. Amma heç kim konkret olaraq nə baş verdiyini başa düşə bilmirdi. Gəldi üz-üzə bir-birimizdən tutduq, daha sonra göz-gözə baxırdıq. Nə o bir reaksiya göstərirdi, nə mən bir reaksiya verirdim. Birinci atəşdə əlimə vurdu, ikinci əl atəş açdı. Onda mən də buradan keçmişdi, çənəmdən girmişdi, başıma keçmişdi. Hücumçu mərtəbə dolaşaraq qarşısına çıxan hər kəsə atəş açırdı. Gəldi bizə sarı, yaxınlaşdı, silah tutdu bizim başımıza. 2 dəfə tak-tak elədi, açılmadı. Müəllimlər, tələbələr, təsərrüfat işçiləri, heç kim üçün fərq yox idi. Bu bir planlı terror idi. 10 dəqiqəlıq bu kabus. Ölüm, qorxu və panikanın qarışığı Adnanın içini qan gölünə çevirdi. Sonra sükut. Mən gələcəm. Gələcəm. Mən gəlirəm Bakıya. Qan, ayaqqabılar altında qalan kitablar, döşəməyə yayılan sükunət. Qaranlıq bir səhər artıq tarixə yazılmışdı. Saat 9:31-də Akademiyanın ikinci mərtəbəsindəki dəhlizdə atəş səsləri artmağa başladı. Fərda Qədirov adlı bir şəxs, Gürcüstan vətəndaşı, əlində bir silahla bir əsgər soyuqqanlılığı ilə binanın içində hərəkət edirdi. Amma mən sonra buna acıqlananda getdim bunun kurtkasından tutdum. Kurtkasından tutanda o özü söz deyirdi, o heç vəhşi bizə sarı baxmaq nədir? Heç bir hərəkətsiz idi. Elə bilsən ki, bu adam başqa aləmdə idi. Bizə bir kəlmə söz də demədi. Mən bundan yaxınlaşıb kurtkasını tutanda o moment bu açdı kurtkasını, baxdı, gördü ki, bunun hər tərəfi patronla doludur. Bizim bir müəllim yoldaşımız dedi, bu bizlə deyilsin, zarafat eləmir. Bizi saldı içəri. Biz içəri girdik, amma içəri daxil olmadı. Sonradan hələ yenə də anlayışımız olmadı ki, bu nə olan işdir. Elə bildik, bəlkə psixdir, başdan xərabdır, nəsə belə ola bilər. Tələbələr başına aşağı əyərək sinif otaqlarına qaçırdı. Müəllimlər isə siniflərin qapılarını içəridən bağlamağa çalışırdı. O nə danışırdı, nə də hər hansısa bir tələb irəli sürülürdü. Bu bir hücum deyildi, bu bir edam idi. Hər atəş açdığı adam sanki təsadüfü yox, əvvəlcədən seçilmişdi. Əslində isə qurbanlar sadəcə qarşısına çıxan insanlar idi. Fərda Qədirov 4 mərtəbəni dolaşaraq 12 nəfəri amansızca qətlə yetirdi. Fərda Qədirov 4 mərtəbəni dolaşaraq 12 nəfəri amansızca qətlə yetirdi. Bunların arasında tələbələr, müəllimlər və texniki işçilər var idi. 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Onlardan bir neçəsi hadisədən sonra ömürlük əlil qaldı. Silah səsləri Akademiyanın qarşısındakı insanları da qorxuya salmışdı. Təcili tibbi yardım və polis hadisə yerinə təxminən 10 dəqiqə sonra çatdı. O vaxta qədər isə artıq çox gec idi. Binanın içində yalnız qışqırıq səsləri və yerə yıxılmış bədənlər var idi. Fərda Qədirov 4-cü mərtəbəyə qalxaraq özünü başından atəş açaraq öldürdü. Onun ölü bədəni hadisə yerində əlindəki silahla birgə tapıldı. Bu Fərdanın son gülləsi idi. Amma ilk güllə ilə birlikdə o Azərbaycanın gənc səsi üçün bir dövrü qapamışdı. Təhsil 12 can yox, minlərlə insanın içindəki təhlükəsizlik hissi, sabah ümidi, oxumaq sevinci də öldürülmüşdü. Bəs kim idi Fərda Qədirov? Nə istəyirdi? Nə üçün belə bir qətliama əl atmışdı? Onun haqqında yayılan ilk məlumatlar belə idi. Gürcüstanın Marneoli rayonunda doğulub, Azərbaycan mənşəlidir, əvvəllər müxtəlif fizik işlərdə çalışmışdı, ailə həyatı isə dağınıqdır.
Hətta bir neçə dəfə psixoloji problemlər yaşayıb. Lakin bütün bunlar belə bir dəhşəti izah etməyə yetmirdi. İnsanlar bu sualı verməyə başladı. Bu sadəcə bir fərdin psixoloji problemi idimi? Yoxsa bu işin arxasında başqa qüvvələr var idi? Fərda Qədirov ölmüşdü. Onunla birlikdə bu faciənin çox sualı da cavabsız qalırdı. Ancaq ölkə şokda idi və artıq geri dönüş yox idi. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə istintaqa başladı. Hadisə yerindən toplanan güllə gilizləri, Fərdanın çantası, mobil telefonu, şəxsi əşyaları, ətrafdakı müşahidə kameraları dərhal ekspertizaya göndərildi. Əvvəlcə bu hücumun fərdi bir intiqam aktı olduğu düşünüldü. Bəziləri düşünürdü ki, Fərda bəlkə də bu universitetdə oxumaq istəyib, lakin qəbul ola bilməyib. Digərləri isə ondansa şəxsi bir münaqişəyə görə belə bir addım atdığını düşünürdü. Ancaq heç bir sübut fərziyyələri təsdiqləmədi. O nə adına tələbəsi olmuşdu, nə də orada tanıdığı biri var idi. O sadəcə ölüm gətirmək üçün gəlmişdi. Mediada başqa iddialar da səslənməyə başladı. Bəzi saytlar yazdı ki, Fərda Qədirovun fanatik dini çevrələrlə əlaqəsi olub. Digər iddialara görə onun erməni kəşfiyyatı ilə gizli rabitəsi olub. Bu hücum regiondakı sabitliyi pozmaq məqsədi ilə edilib. Amma istintaq orqanları bu iddiaları nə təsdiqlədi, nə də təkzib etdi. İctimaiyyət isə haqlı olaraq bu sualı verirdi. Bir insan bu qədər hazırlıq görüb, sərhədi keçib, silahlı universitet binasına daxil olursa, demək bu təkcə onun planı ola bilməzdi, deyilmi? Əgər bu insan tək idisə ona o silahı kim vermişdi? Bu insan psixoloji problemlidirsə sərhədi necə keçib? Əgər məqsədsiz idisə nə üçün 12 nəfəri qətlə yetirib sonra özünü vurdu? Bu sualların qarşısında ictimai narazılıq daha da artdı. Universitet rəhbərliyinə, hüquq mühafizə orqanlarına və təhlükəsizlik strukturlarına qarşı səhlənkarlıq iddiamları səsləndirildi. Faciədən sonra Neft Akademiyası müvəqqəti bağlandı. Qohumlar və ailələr hadisə yerinə axışdı. Göz yaşları, qışqırıq, çaşqınlıq, heç bir sözlə izah edilə bilməyəcək bir acı yaşandı. Yox, ona dedilər gəlib birlər, mənə göstər. Deyib yanma yaşayır. Hardadayım, Ali çardaydı. Ayaz yapsın. Ayaz yapabilirsin. Arabayı bırakmalar, beni dedilər korkacağız. Ay Allah, ay Allah, onu diyorlarlı kuruldu. Ay Allah. Savaşın oğlu. Burada değil. Beni dediler, geleceğim ortadı. Bala benden gitti, onu yanımda. Ay Allah, ay bala, kurban olun, ben balamı görürüm. Anladım ama. Ailələr övladlarının qan içindəki kitabları ilə, parçalanmış çantaları ilə, telefon zəhlərinə cavab verməyən susqun nömrələri ilə qarşılaşdı. Dövlət rəhbərliyi hadisədən bir neçə saat sonra açıqlama verdi. Prezident İlham Əliyev hadisəni pislədi. Qurbanların ailələrinə başsağlığı verdi və dövlət tərəfindən dəstək göstəriləcəyini bildirdi. Amma bu faciə yalnız bir günün deyil, bir dövrün etimadını sarsmışdı. 12 nəfər gənc, arzularla, planlarla həyata təbəssümlə baxan insanlar, onlar həmin gün sadəcə dərslərinə gəlmişdilər. Heç biri bilmirdi ki, bu son gəlişləri olacaq. O 12 insan hər biri bu ölkənin gələcəyini formalaşdırmaq üçün üzərindəki yükü daşıyırdı. Onlar ailələrinin işıqları, sevincləri, həyatlarının gələcəkləri idilər. Amma o gün, həmin 30 aprel səhəri onların heç biri sabahı görə bilmədi. Ailələr hər zaman övladlarının uğurlarını gözləyir. Anaları sabahları ilə bağlı xəyallar qurur. Amma bu faciə onların sabahlarını uğurladı. Valideynlər artıq öz övladlarını öpə bilmir. Nə də onların səslərinə qulaq asmaq kimi imkanları yoxdur. Bu faciənin izi yalnız qurbanların ailələrində deyil, bütün bir cəmiyyətdə qaldı. Sağ qalanlar isə bəlkə də bir-birini heç vaxt unutmayacaq. Onlar o dəhşət anlarını hisslərində daşıyırlar. Güllələrin səsləri, qaçan sığınan insanlar, qışqıran tələbələr və s. Bir çoxları həyatlarına davam etməyə çalışır. Bəziləri isə bu hadisənin travmasını həll unuda bilmir. Həmin an sağ qalmağı bacaranlar həyatlarının qalan hissəsini yenidən qurmağa çalışırlar. Bəziləri peşəkar psixoloqlardan kömək aldı, bəziləri isə sadəcə özlərinə bağlanaraq bu travmanı qəbul etməyə çalışdı. Bu faciə bəlkə də dövlətin və cəmiyyətin təhlükəsizlik sistemini daha da gücləndirmək ehtiyacını ortaya çıxardı. Bu hadisə bir daha göstərdi ki, insan həyatının dəyəri yalnız bir rəqəm və ya statistika deyil. 12 nəfər, heç birinin əvəzi tapıla bilməz. Heç bir bağışlayın sözü onlar üçün yetərli ola bilməz. Amma bir şey qalır. Yaddaş. Onların adları, yaşadıkları arzular, insanlıq, yaşadıkları bu faciə heç vaxt unudulmayacaq. Bak, vereceğim. Yorumlar vereceğim.